Salam uşaqlar, bu günləri Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlaşanlar üçün olan kitabından 13-cü sınağın izahına baxırıq. Deməli, birinci sualımızda qrafik verilib, bir qrafik çəkilib və qrafikdə X, Y maddələri qeyd olunub. Deməli, göstərilib ki, X maddəsi, X-lər yuxarı, yəni artan, Y isə bax belə aşağı istiqamətdə verilmişdi. Bu şəkildə verilib və deməli bu X-dir, bu da Y qeyd olunub. İndi bizə suallarda nə deyir? Baxaq variantlara. Bizə deyilir ki, biz bilirik ki, uşaqlar ümumiyyətlə həll olmaya gələndə, yəni məhlul mövzusunda siz keçmişsiniz ki, bərk maddələr temperaturdan asılı olaraq həll olmaları artır. Yəni temperatur artanda həll olmaları artır. Azalanda isə azalır bərk maddələrdə. Qazlarda isə təzyiq artanda həll olma artır, amma temperatur artanda isə azalır. Demək ki, X maddəsində artım gedibsə temperaturda, demək X maddəsi bərk halında olacaq, amma Y maddəsi isə qaz halında olacaq. İndi gəlin variantlara diqqət eləyək ki, bizə nə deyir? Bizə deyir ki, deməli, XH xlor və ya NH3 ola bilər. Biz dedik ki, burada temperaturun artması ilə gedibsə, X maddəsi bərk halda olmalıdır. Y maddəsi isə qaz halında olmalıdır. İndi bizə deyir ki, H xlor və NH3. Bilirik ki, H xlor da NH3 də qaz halında olan maddələrdir. İkincidə isə natrium NO3 ilə, natrium nitratla və C6H12O6 verib. Yəni bu da glukozanın formuludur. Bunlar da bərk haldadırlar. Yəni 1 ilə 2 heç biri uyğun gəlməyəcək bizə. Əgər tərsinə olsaydı, onda götürə bilərdik. Amma bu variantlar bizə uyğun deyil. 3-də deyir ki, natrium nitrat və C6H12O6 ola bilər. Bəli, biz dedik ki, bunlar yəni natrium nitratda və glukozada bərk haldadırlar. 3 deməli doğrudur, 3 uyğundur bizə. 4-cüdə deyir ki, H xlor və ya NH3 ola bilər. Bəli, yazmışıq ki, Y qaz halındadır. Deməli 4 də bizə uyğundur. 5-cidə deyir ki, 20 dərəcədə Y-in həll olması X-dən çoxdur. Diqqət etsək biz cədvələ, görərik ki, deməli doğrudan da 20 dərəcədə Y-in həll olması X-in həll olmasından çoxdur. Çünki X hələ təzə başlayır həll olmağa, amma Y isə bir xeyli yol qət edib gəlmişdi və ona görə də Y-in həll olması X-dən çoxdur. 5 də deməli bizim üçün doğru cavabdır. 6-cıda deyir ki, 70 dərəcədə Y-in həll olması X-dən çoxdur. 70 dərəcəyə baxanda Y-in həll olmasına xeyr, görürük ki, 70 dərəcədə Y hələ təzə başlayır, amma X isə yəni ona əks olaraq xeyli yol qət etmişdi və cavablara baxanda 3, 4, 5 B variantında göstərilmişdir. Demək ki, birinci sualın cavabı B variantı oldu. İkinci suala diqqət etsək uşaqlar, görərik ki, deməli ikinci sualda bizə deyir ki, hansı ifadələr doğrudur? Baxaq ikinci suala. Hansı ifadələr doğrudur deyir. Burada iki model göstərilmişdir, atom modeli göstərilmişdir və baxsaq, saysaq əgər görərik ki, ətrafında hər ikisində 1, 2, 3, 6 dənə elektronu var. Demək ki, birincidə də və ikincidə də hər ikisində elektron sayı bərabərdir 6-ya. Elektron sayı bərabərdə 6-ya. Diqqət eləsə, indi burada yaxşı düşməyib, amma ki, kitabda rəngli şəkildə verilib. Yəni, kitab əlinizin altında varsa, baxsaz görəcəksiniz ki, orada proton sayı da bərabərdir hər ikisində 6-ya. Proton da 6-ya bərabərdir. Neutronları isə, yəni bunları içəridə verilmiş kürələrə əsasən sayırıq da. Birincidə deməli, üzr istəyirəm, neutron sayı bərabərdir 6-ya. İkincidə isə neutron sayı bərabərdir 8-ə.
Və bununla da biz düstur çıxardıb yazsaq, deməli yazarıq ki, ayır bərabərdir proton üstə gələk neytron düsturumuzdan. Kütlə ədədini birinci üçün tapmış olaraq 12, ikinci üçün eyni düsturla proton üstə gələk neytron bərabərdir 14 tapmış olarıq. İndi gəlin variantlara baxaq ki, bizə nə deyir? Deməli deyir ki, bizdə eyni element atomudur. Bəli, proton sayıları eyni olduğuna görə demək ki, bu eyni elementin atomudur. Bir doğrudur. İkincidə deyir ki, kütlə ədədləri bərabərdir. Kütlə ədədləri bərabərdir. Xeyr, kütlə ədədləri görürük ki, birində 12-dir, birində 14-dür. Yəni ayırları bərabər deyil. Üçüncüdə kimyəvi xassələri eynidir. Təbii ki, eyni element olduğuna görə bunun kimyəvi xassəsi də eyni olmalıdır uşaqlar. Demək ki, bu da doğrudur, bizə uyğundur. Dördüncüdə fiziki xassələri eynidir deyir. İzotopların fiziki xassələri eyni olmur. Yəni fərqli olur. Amma tərkib, yəni kimyəvi xassələri eyni olur. Sonra izoton atomlardır. İzoton atomlardırmı? Xeyr. İzoton nə deməkdir? Yəni neytronların sayı eyni olan atom növünə deyilir. Amma burada biz baxırıq ki, birində neytron sayı 6 verilmişdi, birində neytron sayı 8 verilmişdi. Demək ki, bunlar izoton deyillər. Elektron neytral atomlardır. Bəli, baxanda görürük ki, hər ikisində 6 elektrondur. Yəni neytral saydadır, bərabər saydadır və eyni zamanda elektron neytral ondan əlavə də, yəni protonları da 6-dır. Yəni nə verib, nə alıb, nə kationdur, nə aniondur. Ona görə də olduğu kimi qaldığına görə demək ki, bu elektron neytral atomlardır. Yəni 1, 3, 6 variant oldu A. A variantı. Keçək deməli digər suala. Digər sualda uşaqlar, 3-cü sualda bizə deyir ki, deməli diaqram verilib burada, Venn diaqramı və bizə deyir ki, çuğundur, poladdır. İndi yadımıza salaq ki, çuğun, polad nədir? Bu sizin dərsliyinizdə verilmiş bir belə deyək də cavabdır. Yəni çuğun, polad haqqında orada yazılıb. Bilirik ki, həm polad, həm çuğun hər ikisi də eyni cinsli qarışıqdır. Yəni tərkibini adi gözlə baxanda müəyyən etmək mümkün deyil. Əgər deməli hər ikisinin də tərkibində karbon var ümumiyyətlə, 2%-dən çox olanda karbon deməli polad olur, 2%-dən az olanda isə üzr istəyirəm, 2%-dən çox olanda deməli çuğun olur, 2%-dən az olanda isə polad olur. Və indi gəlin baxaq. Gəlin baxaq və hər ikisi də dəmirin ərintisidir. Bunu da qeyd edeyim. İndi bizdən nə istəyir? Deməli nə verilib? 1, 2, 3 verilib. 1, 2 və 3 verilib bizdə. Deməli birincidə bir dəqiqə. Birincidə nə deyir? Tərkibində dəmir var. Tərkibində dəmir var. Hər ikisinin tərkibində dəmir var. Hər ikisinin tərkibində dəmir var uşaqlar. Tərkibində 2%-dən çox karbon var. Biz dedik ki, 2%-dən çox karbondursa bu çuğundur və B-ni yazırıq bura. 2%-dən çoxdur. Sonra tərkibində 2%-dən az karbon var. Demək ki, 2%-dən az karbondursa bu gedir üçüncüyə. Sonra tünd və tutqun rəngdə olur. Tünd və tutqun rəngdə olur. Deməli, bu aiddir hansına? Bu aid olacaq çuğuna. Çuğun tünd və tutqun rəngdə, polad daha parlaq rəngdə olur. Açıq və parlaq rənglidir. Onda bunu da 3-ə yazarıq yeni. Və F-də deyir ki, homogen qarışıqdır. Hər ikisi də bayaq qeyd etdiyim kimi homogen qarışıqdır. Demək, 1-ə aid oldu BD, 2-ə aid oldu AF, 3-ə də aid oldu CY. Və variantlara da baxsaq görərik ki, A variantı bizim yazdığımız kimidir. Gəldik dördüncüsünə. Dördüncü sualımıza. Dördüncü sualımızda uşaqlar, bunu bir qədər yuxarı versəm daha yaxşı olar məncə. Dördüncü sualımızda belə bir
şəkil təsvir olunmuşdu və porşenlə sıxılmış qab və porşeni boş qalmış bir qab, belə deyə sıxılmayan bir qab verilmişdir və deyir ki, hansı maddələr suda həll olması porşenin bir vəziyyətindən iki vəziyyətinə gətirdikdə dəyişməz. Uşaqlar, bayaqları başlanğıcda demişdim ki, temperaturda bərk maddələrin həll olması artır, təzyiqdə isə qaz halında olan maddələrin həll olması artır. Demək ki, diqqət etsək görərik ki, birinci qaba təzyiq verilir ki, porşen yəni sıxılır ki, burada təzyiq verilir ki, həcm azalıb burada. İkinci qabda isə təzyiq azalıb, yəni təzyiq yoxdur, amma həcmin artmasını görürük. Yəni necə? Deməli, hansı maddələrə aiddir? Əgər təzyiq təsir etmirsə buna, demək ki, bu bərk halda olmalıdır da. Digərləri amonyak, NH3, hidrogen xlorid, H-xlor, oksigen qazı O2, glukoza C6, H12, O6. Baxın, bunlardan bir dənə bu bərk halda olacaq və bərk halda olduğuna görə də ona təzyiq təsir eləməyəcək. O yalnız temperaturun təsiri ilə həll olmasını dəyişə bilərdi, belə deyək. Ona görə də cavab oldu D variantı. Gəldik 5-ci sualımıza. 5-ci sualımızda bizə deyir ki, hansı maddələr suda həll olmur? Demək, uşaqlar, bir var suda yaxşı həll olanlar, bir də var suda həll olmayanlar. Yəni onlar çöküntü verən duzlar olur. İstər duzların, istər əsasların çöküntü verənləri var. Yəni suda həll olmayanları var. Bilirik ki, suda həll olan əsaslara qələvlər deyilir. Həll olmayanlar da elə əsaslardır. Duzlarda isə konkret bir ad yoxdur. Demək yazsaq, birinci, gəlin formulları bir yazaq, tanış olaq. Kalsium karbonat, kalsium karbon O3'dür. Kalium nitrat, kalium NO3'dür. Sonra üçüncüsü benzoldu, C6, H6. Dördüncüsü silisyum dioksiddi, yani silisyum O2. Beşincisi karbondioksiddi. Yəqin ki, bunların o adlandırılmasını bilirsiniz də. Mono, di, tri, tetra, penta, heksa, hepta. Bax, bunlar hamısı deməli saylarla adlandırılır. Glukoza C6, H12, O6. İndi gəlin altından xətt çəkək ki, bunlardan hansıları həll olmur suda? Deyir ki, suda həll olmur. Uşaqlar, kalsium karbonat əhəng daşı, mərmər, təbaşirin formuludur. Bu suda həll olmur. Ümumiyyətlə, nitrat turşusunun bütün duzları suda yaxşı həll olur. Kalium nitratlar, bunu yadınızda saxlayın. Nitrat turşusu, yəni HNO3-ün bütün duzları suda yaxşı həll olur. Benzol üzvü maddədir, yağlı təhərdir. Bu da suda yaxşı həll olunur. Silisyum O2 qumdur. Qum. Bax, bu da bilirik ki, suda həll olunur. Həll olsaydı dənizin kənarında qum qalmazdı. Karbon qazı CO2, karbondioksid qaz halındadır. C6H12O6 da bərk haldadır və suda yaxşı həll olandır. Deməli, 3 dənəsi 1, 3, 4 hansı variant edir? A variantında bizim suda həll olmayan maddələrimiz verilmişdi. Gəldik uşaqlar 6-cı suala. Deməli, deyir ki, ağ fosfor haqqında olan fikirlərdən hansı doğrudur? Ağ fosfor necə yazılır? P4. Deyir ki, ağ fosfor açıq havada asanlıqla oksigenlə doğru deyil. Doğru deyil. Oksigenlə reaksiyaya daxil olur. Bəli, biz bilirik ki, fosfor oksigenlə hətta 2 cür reaksiyaya daxil olur. Birində, ay uşaqlar, P2 O3 əmələ gəlir. Birində P2 O5 əmələ gəlir. Yəni 2 cür fosforun 2 cür valenti var. 3 valentli olur, bir də 5 valentli olur. Yəni valentinə görə fərqli şəkildə belə oksidlər əmələ gətirə bilər. İkincisi deyir ki, zəhərlidir. Bilirik ki, zəhərlidir. Sarımsaq iyilidir. Bəli, bu da doğrudur. 8 atomludur. Axı, mən burada yazdım, bu P4'dür. 8 atomlu deyil. 8 atomlu olan, bax, budur. S8. Amma bizə P4 lazımdır. Demək ki, 4-cü cavab səhvdir. Yəni, variant, D variantı bizim doğru variantımızdır.
7-də nə deyir ay uşaqlar? Aşağıdakı maddələrdən hansı zəhərli qazdır? Deməli, burada 4 dənə maddə verilmişdi. Onlardan 3'ü qazdır. Biri isə ağ fosforun formuludur B variantında. Deməli, karbon qazı ilə N2O bunlar zəhərli deyil. Hətta N2O-ya şənləndirici qaz deyirik biz və o tibdə narkozda istifadə olunur. CO isə zəhərli qazdır. Demək ki, A variantı 7-nin düzgün cavabıdır. Gəldik 8-ci suala. 8-ci sualda da belə bir şəkil verilmişdi və şəkildə deyir ki, variantları uyğun hissələrə yazaq rəqəmlərin qarşısına. Birincidə deyir maqnitlə təsir etmə. Elə C variant, C-də yəni şəklin altında C yazılanı görürük ki, orada maqnitlə çəkir özünə. C 1-ə getdi. Buxarlandırma A olan şəkildədir. 2A. 3-də də daha qalır xromatografiyada bizdə. 3'ə də yazırıq nə? B. Deməli 1C, 2A, 3B variant da olur. Bizdə B variantı. Beləcə B variantını yazdıq bura. 9-cu sualımız nədir uşaqlar? Bir dəqiqə bunu şəklini yuxarı görəsiz. Ay sağ ol. Deməli 9-cu sualda deyir ki, hansı maddə qeyri-metallardan təşkil olunmuşdur? Uşaqlar, ümumiyyətlə biz bilirik ki, 22 dənə qeyri-metal vardı. Və belə deyək də, turşular, turşu oksidləri, turşu qalıqları bunlar qeyri-metallar olur ancaq. Bir də ki, amonium iyonu, yəni NH4 özünü metal kimi aparsa da, amma bu da yalnız qeyri-metallardan ibarətdir. Demək, burada düzgün cavab D variantıdır. H2SO4'də hamısı qeyri-metaldır. Amma A variantında magnezium metaldır. B variantında natrium metaldır. C variantında kalsiyum metaldır. Gəldik uşaqlar 10-cu suala. 10-cu sualda bizə deyir ki, qaz deməli maye çevrilməsi. Qazın mayeye çevrilməsi uşaqlar bu kondensləşmədir. Yəni qazın mayeye keçməsi bu kondensasiya və ya kondensləşmə adlanır. Onda da cavab B variantıdır. 13-cü sınağımızın izahı bu qədər.